Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî lâ tebluğuhu sıfatul vasifîn ve lâ yudrikuhu bu'dul himam ve lâ yenâluhu fawsul fitan ellezî leyse li sıfatihi haddun ve la na'tun mevcudun nahmaduhu ve nestaînuhu ve nusalli ala Muhammedin ve âlihi't tahirin. Allah-u Teala Kur'an-ı Kerim'de böyle buyurur ki: Kul huvallahu ahadun, Allahu samad. De o Allah tektir. Allah səməddir. Her şey ona muhtaçdır. O hiç neye muhtaç değil. Huvallahu ahad. Burada huva zamiri tefsir edici mübteda. Ahad haberdir. Ahad kelimesi vahid sözünden farklı olarak bölünmez vahidlik bildirir. Yani onun zatı ne hisseye, sıfata ne de yöne bölünmez. Allahu samadu. Buradaki samad kelimesi sumud kelimesinden olup öz-özünə yeterli, heç neye mühtaç olmayan manasındadır. Buradan aydın olur ki Allah'ın sıfatları onun zatından ayrı değil. Çünkü ayrılık olsa o zaman o sıfatlar mühtaç olar. Bu ise tevhide ziddir. Biz geçen derslerimizde de bu hadisi qeyd eləmişdik. Kemalut tevhid, nefyus sifati anhu. Tevhidin kemalı onun barəsində sifətləri inkar etməkdir. Kemalut tevhid. Tevhidin kamili ifadəsi izafə tərkimidir. Yəni tevhidin mükəmməlliyi. Nefyus sıfat. Sıfatların uzabilinməsi deməkdir. Nəfyu burada inkar değil, ayrılığın rədd edilməsi mənasındadır. Yəni kamil tevhid odur ki, Allah'da sıfatları onun zatından kənar və ya çoxluq halında təsəvvür edilməsin. Məsələn, bunu deməyin ki, Allah'ın zatı var, üstəlik bir də elmi var. Çünki bu zaman iki şeyi təsəvvür edirik. Bu ise şirkin ince növüdür. İmam Sadık Aleyhisselam böyle buyurur: İnnallaha celle ve azze alimun bizatihi, qadirun bizatihi, la bi ilmin hadisin ve la bi kudretin muhdesetin. Həqiqətən Allah zatı ilə alimdir, zatı ilə qüdrət sahibidir, sonradan yaranmış bir ilim və qüdrətlə değil. Alimun bizatihi. Zatı ile alimdir burada bir zahiri, öz zatı ile manasında gelir. La bi ilmin hadisin. Yaranan bir ilimle değil, Hadis. yani sonradan yaranan demektir. Allah'ın bilmeyi onun zatından ayrı değil, o ilimin özü, kudretin özüdür. Huvel evvelu vel ahiru vel zahiru vel batinu ve huve bi kulli şeyin alim. O evveldir, ahırdır, zahirdir ve batindir. O her şeyi bilendir. Huvel evvelu vel ahir. Evvel ve ahır zid manalar olsa da onun zatında birleşmiştir. Bu Allah'ta sıfatların ziddiyet yaranmadan bir olmasıdır. Ve huve bi kulli şeyin alim. O her şeyi bilendir. Burada bi kulli şeyin ümumilik bildirir. Bu ayet gösterir ki Allah zatıyla bütün sıfatları birleştirir. Onda bir şeyi bilen ile bilinmeyen arasında fark yoktur. Men vasafallaha fakat haddehu ve men haddehu fakat addehu. İmam Aleyhisselam buyurur ki, kim Allah'ın sıfatlarıyla təsəvvür ederse onu məhdudlaşdırmış olar. Kim onu məhdud bilsə artık onu sayı, yani çoxlu etmiş olar. Bu kəlmənin mənası olur ki, Allah'ın sıfatlarıyla təsəvvür etmək onu çoxluğa salmaqdır. Çünkü təsəvvür etdikdə artıq o və sifəti kimi iki varlıq düşünülür. Amma tevhidin kamili onun sıfatlarının zatının özü kimi bilməkdir. Allah'ın zatı El-vücudul mutlak. vücud mütləqdir. Mütləq vücudda çoxluq, tərkib və ayrılıq olmaz. Əgər Allah'ın sıfatları zatından ayrı olsaydı,
Birinci, o sifətlərə ehtiyaclı olanlardır. Bu ehtiyaclıdır. İkinci, sifətlər onun zatından sonra yanlardır. Bu isə dəyişkənlikdir. Üçüncüsü də budur ki, deməli o məxluq kimi təsəvvür edilərdi. Buna görə də İmam Əli əleyhissalam belə buyurur. من قال في الله كيف فقد استوصفه ومن استوصفه فقد أحده. Kim Allah barəsində necədir deyərsə, onu təsəvvür etmiş olur. Kim təsəvvür edərsə, onu məhdudlaşdırmış olur. Biz burada qeyd elədiyimiz ayələrdən və hədislərdən bu nəticəyə gəlirik. Birinci nəticəmiz budur ki, Allahın sifətləri onun zatının eynidir, ayrı deyil. İkincisi, Allah alimdir. Demək, Allahda bir elm var demək deyil. Allah elmin özüdür deməkdir. Üçüncüsü də Allahı sifətlərlə çoxaltmaq şirkə aparır. Dördüncü nəticəmiz budur ki, tövhidin kamili Allah sifətlərin fövqündə, amma sifətlərin mənşəyi kimi tanımaqdır. اللهم عرفنا نفسك معرفة الصادقين ونزه عقولنا عن تشبيهك بالمخلوقين واجعلنا من الموحدين المخلصين بحق محمد وآله الطاهرين. İlahi, bizə öz zatını sadiqlərin tanıtdığı kimi tanıt. Ağlımızı sənin məxluqlara bənzətməkdən təmizlə. Bizi saf və ixlaslı mövqiflərdən et, Muhammed və pak əhl-i beytin haqqına.